Sağ olun. Sağ olun. Əliniz qolunuz var olsun. Salam aleyküm, axşamınız xeyir, xoş gəlmişsiniz. Bugünkü gün biz Kərmili məhəlləsində öz məhəlləmizə işıq çəkmişik. Belə Allah elə imkan versin ki, həmişə küçəmiz işıqlı olsun, səliqəli sahmanlı olsun. Biz hamımız çalışırıq, bütün məhəlləli ilə, ağsaqqalımızda, uşaqlarımızda hamısı çalışırıq ki, məhəlləmizdə işıqlı olsun, təmiz olsun. Hər tərəfli çalışacaq ki, inşallah bundan sonra da o təmizliyi, səliqəni saxlayaq məhəlləmizdə. Bundan sonra da məhəlləmizə lazım olan xeyirxah işləri görməyi Allah bizə nəsib eləsin, qismət eləsin, inşallah. Uzun ince bir yoldayım, gidiyorum gündüz gece. Təşəkkür edirik sənə, çox sağ ol. Allah sizdən razı olsun. Bu Gül babanın heç də birinci əməlidir bu xeyirxahçılıqda. Bir dişəsi olub, indi də bu da ardıcıl gəlir, bundan sonra da gələcək, olacaq. İnşallah. Mən arzu elərdim ki, belənçində oğullarımız kətdə çox olsun. Sağ ol, sağ ol. Həmişə fərqlənsin, həmişə əməli olan, ondan sonra elinə, obasına yarayan insanlardan biri olub. Mən sizə böyük təşəkkür edirəm. Sağ ol. Qohumların adından, ondan sonra uşaqların hamısının adından sənə bir daha təşəkkür edirik. Arzu edirik ki, sənin işin həmişə yaxşı olsun, avant olsun, həmişə belə öz xeyirxah əməllərindən seçilmirsən. Bundan sonra da həmişə öz təşəbbüsləri ilə həmişə bizi sevindirəsən. Allah sənə yaxşı ruzi, yaxşı ailə, yaxşı qohum əqrəbə, yaxşı kənd cəmaətinə hörmət, həmişə əla olsun. Mənim üçün çox xoşdur ki, məhəlləmə, elimə, obama, sizi kimi ağsaqqallarıma mən körpələrimizə hamısının qulluğunda dura bilirəm. Nəyəsə bir damcı da olsa mənim xeyirxah işlərimdən bir hansı sizə nətər deyərlər, xeyri var. Daha doğrusu siz ondan xoşsunuzsa, mənə daha xoşdur. Yürüdüm aynı zamanda, İki kapılı bir yana gidiyorum. Gündüz gece, gündüz gece, gündüz gece, gündüz gece. Biz bugün çox gözəl bir atmosferdə, çox gözəl bir havada, eyni zamanda çox gözəl bir məhəllədə toplaşmışıq. Bugünkü burada toplaşmamızın bir səbəbi var. Adətən xeyriyyəçilik deyəndə bu kənddə təxminən hardasa 2 il, bəlkə də 3 ilə yaxındır ki, xeyriyyəçilik işlərindən əksər adamlar məşğul olur. Ancaq biz xeyriyyəçilik deyəndə ilk ağlımıza gələn sözün açığı bu Göylər kəndində asfalt çəkilişidir. Çünki kəndimizin demək olar ki, hardasa bir 35-40%-ə yaxını asfalt çəkilib. İndi biz bu fərqli xeyriyyə növü ilə ilk dəfə rastlaşmış olduq. Allah Gülbaba qardaşımıza kömək olsun. Allah onun canını sağ eləsin. Bu günləri Kərimli məhəlləsində məhəllənin demək olar ki, başdan düz ayağa qədər işıq sistemi ilə təmin edilib. Bu həm bizim körpələrimiz üçün, həm ümumi əhalimiz üçün, gediş-gəlişimizin rahatlığı üçün böyük bir dəstəkdir, böyük bir köməkdir. Adətən deyirlər, bəli, yol mədəniyyətdir, ancaq yol o vaxt mədəniyyət olur ki, o yol işıqlı olur, o yol aparıb mənzil başına çatdıran yol olur. İndi hal-hazırda bizim
məhəlləmizdə istədiyimiz vaxtda, istədiyimiz istiqamətdə rahat, qorxusuz hərəkət edə bilirik. Bunun da ən böyük memarı Gülbaba qardaşımızdır. Allah onun canını sağ eləsin. Elimiz adına, obamız adına, məhəlləmiz adına böyük bir işdir. Gələcək fəaliyyətlərində uğurlar arzulayırıq və arzu eləyirik ki, bu xeyriyyəçilik əlaməti sadəcə bizim məhəlləmizlə yekunlaşmasın. Elimizin, obamızın hər bir küçəsini biz işıqlı görmək istəyirik, nurlu görmək istəyirik. Zəhməti olan, zəhmət çəkən hər bir insana öz adımdan, məhəlləmiz adından, böyüklərimiz adından, kiçiklərimiz adından təşəkkürümü bildirirəm. Minnətdarıq, çox sağ olun, Allah köməyiniz olsun. Siz də çox sağ olun Ruslan müəllim ki, belə gözəl xeyriyyə işlərini işıqlandırırsınız, mətbuatda yayımlayırsınız. Allah hər birinizin köməyi olsun. Minnətdarıq, çox sağ olun. Maddi və mənəvi dəstəyə görə Gülbaba əmiyə öz təşəkkürümüzü bildiririk. Allah ondan razı olsun, Allah ömrünü uzun eləsin, canını sağlam eləsin. Məhəlləmiz üçün, elimiz üçün, obamız üçün şərli olsun, xeyirli olsun. Təşəkkür edirik əmiyə, Allah canını sağ eləsin, var olasan həmişə. Allah hamımızdan razı olsun.